Salam, əziz uşaqlar, necəsiz? Bu gün sizlə bir bölməndə bitirdik, uşaqları yekunlaşdırdıq. Ölçü vahidlərini, deməli, ölçü vahidləri kimi nələri öyrənmişdik? Uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri, tutum vahidləri. Bunları uşaqları yekunlaşdırdıq. İndi bunların ümumiləşdirici tapşırıqlarında işləyib nöqtəmizi qoyuruq. Aha, uşaqlar, dərsə başlamazdan əvvəl kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Gəlin indi başlayaq tapşırıq 1-dən. Deməli, tapşırıq 1-də bizə nə deyir uşaqlar? Tapşırıq 1. Deyir ki, verilənləri hansı vahidlə ölçmək daha əlverişlidir? Gəlin baxaq görək uşaqlar. Gəlin üstündə yazaq, burada yazmayaq. Hə. Hansı ilə ölçmək əlverişlidir? Binanın hündürlüyü. Binanın hündürlüyü o boyda binanı yəqin ki, millimetr, santimetrlə ifadə edə bilmərik. Ona görə bunu yazacağıq metrlə. Buğda dənəsinin uzunluğu. Buğda dənəsi bilirsiniz, sikli bir damcı bir şeydir. Onun uzunluğu olacaq millimetr. Bir çay qaşığı sudakı suyun həcmi. Bir çay qaşığı su uşaqlar sizdə nə qədər tutar? Olacaq kub santimetrlə olar. Kub santimetr bir damcı sudur da, yəni nədir ki? Otağın sahəsi. Otağın sahəsi bunu eşitməmiş olmarsınız. Gündəlik həyatda kvadrat metr. Misal üçün deyirlər ki, uşaq otağın sahəsi 16 kvadrat metrdir. Güldanın həcmi. Güldanın həcmi uşaqlar, o da kub santimetrlə olar. İndi çox böyük güldanlar var. Belə görməmiş olmarsınız onu da. Bəzilərinizin evində var. Evin küncünə qoyurlar böyük. Bir hardasa 20 litr su tutur. Güldanın həcmi olacaq kub santimetr. Yəqin ki, burada balaca güldandan söz gedir. Hovuzun həcmi. Hovuz olacaq kub metr. Çünki bir qaşıq su ilə o dolmur. Kub metr olacaq. Gəldi həyətin sahəsinə. Həyətin sahəsi deyəndə uşaqlar, bunun ölçüsü kvadrat metrlə olar. İndi baxır həyətə də, burada bilmirəm, bu bizdən hansı həyəti soruşur. Elə həyət var ki, otaq boyda, eləsi var ki, neçə hektarlarla sahəsi var. Yəqin ki, bu balaca həyətdən söz gedir. Kvadrat metr olacaq. Şəhərin sahəsi. Şəhərin sahəsi uşaqlar, yəni o boyda şəhəri arla, hektarla ölçmək olmur. Olacaq kvadrat kilometr. Çünki çox böyükdür. Futbol meydançasının sahəsi. Futbol meydançasının sahəsi uşaqlar, bu da arla ölçə bilərik, hektarla ölçə bilərik. Yenə baxır sahəyə. Eləsi var ki, kvadrat metrlə də ölçə bilərik. Eləsinin sahəsi var ki, ar hektar lazımdır bizə. Bunu da götürək arla. Orta belə ölçülə bir futbol meydançası olsun. Bu belə. Təbii ki, bunların hər biri konkret ölçü ilə deyil. Ona görə də biz düşünüb ona uyğun yazdıq. Neysə, buna bir quş keçək tapşırıq. 2 uşaqlar deyir ki, müqayisə edin. Gəlin müqayisə eləyək. Müqayisə eləyəndə uşaqlar diqqət etdiyimiz məqam burada nə idi? Ölçü vahidlərini eyniləşdirmək. Yəni 1 santimetr ilə 1 millimetr ay toplayım, ay çıxım belə olmaz. Hamısını eyniləşdirməliyik. Deməli, burada bizə verib nə? Santimetr, santimetr. Deməli, nə etməliyik? Bunu da santimetrə gətirməliyik. Gəlin yazaq. Əvvəlcə 100-ü çevirirəm. 100 millimetr kvadrata. Millimetr kvadratından santimetrə keçəndə nə edirəm uşaqlar? Neçə addım gedirib? 1 addım. Ona görə 100-ü böləcəm 10/2-yə. Yəni 100-ə bu da bərabərdir 1 kvadrat santimetr. İndi yazıram 2,4 çıxılsın 1 bərabərdir 1,4 kvadrat santimetr. İndi müqayisə eləyək. 1,4 və 0,4 işarəmiz olacaq böyükdür. Sonra keçirəm uşaqlar ikincisinə. İkincisi B bəndidir. B bəndində deyir ki, 2,4-də 1. İndi gəlin 2,4-də 1-i baxın. Millimetr, millimetr. Bunu verib santimetrlə. Bunları da çevirmə aparaq. 2,4-də 1. Santimetr kvadratından millimetrə gedirəm. Ondan neynəməliyəm? Vurmalıyam. Yazıram. Bunu çevirirəm. Uşaqlar düzgün olmayan kəsrə 4-də 9. Vurulsun. Bir addım getdiyim üçün 100-ə vuracam. Yəni 10/2-yə. İxtisar getdi, qaldı 25. 25 də gəlin 9-a vuraq ki, nə eləyər? 180, 45, 225 eləyir. Bu da bərabərdir 225. Deməli, birinci oldu 225 kvadrat santimetr. Millimetr. Millimetr. İndi bunun üstünə deyək 400 gəlin. Bu da bərabər olacaq 625 kvadrat millimetr.
Müqayisə eləyək. 625 bərabərdir 625-ə. Deməli, şərəmiz olduğu bərabərdir. Bunu da silirəm, keçib C bəndinə. C-də deyir uşaqlar, 1 hektar çıxılsın 10 ar. Aha. Gəlin indi bunu kaş eləyiblər. Deməli, nə verib bizə? Hektar verib, ar verib, kvadrat metr verib, ar verib. Gəlin də bunların hamısını eyniləşdirək və yazaq. Aha. Deməli, uşaqlar, baxaq görək bunun hansına gətirmək daha əlverişli olar bizim üçün. Kvadrat metrə gətirmək məncə o qədər əlverişli olmaz. Çünki çox böyük yanlar kvadrat metrə, hamısını kvadrat metrə gətirsək. Amma yenə də gəlin kvadrat metrə gətirək. Deməli, 1 hektar nəyə bərabərdir? 1 hektardan 1 kvadrat metrə keçmək uşaqlar 2 addım eləyir. 2 addımdırsa 10 üstə 4-ə vuracaq. 10 üstə 4 olacaq 10.000 kvadrat metr. İndi gəlin arı çeviririk. 10 ar. 10 ar. Ardan kvadrat metrə keçmək 1 addımdır. 10 üstə 2-yə vuracaq. Olacaq 1000 metr kvadrat. Sonra 1000 kvadrat metr olduğu kimi qalsın. İndi gəlin bunu çevirək. 0,5 ar. Bunu da çevirsək uşaqlar kvadrat metrə. Deməli, bunu nəyə vuracaq? 0,5-i vuracaq 10 üstə 2-yə. Yəni 100-ə. Bu da eləyəcək 0,5-ə vurmaq nə idi uşaqlar? 2-yə bölmək deməkdir. Bərabərdir 50 metr kvadrat. Aha. Hamısını çevirdik. İndi gəlin hesablamamızı aparaq. 10.000 çıxılsın 1000. Sonra bu nə eləyəcək? 9000. Deməli, 1000-dən çıxdıq uşaqlar. Nəyi? 10.000-dən çıxdıq. 1000 oldu 9000. İndi nə edirik? Digərində də 1000-in üzərinə gəlirik 50. 1000-in üzərinə gəlirik 50. Bu da eləyəcək 1050. İndi gəlin müqayisələrimizə baxaq. Aha. Deməli, baxım görüm burada səhv eləmədim. 10 ar. 10 üstü 2'ye vurdum. 2 0 geldi. Bu düzdür 1000. 0,5'i. Deməli 10 üstü 2'ye vurdum. 150. Aha düzdür. 9000 1050 müqayisə eləyəndə işarəmiz olacaq. Böyükdür. C-ni da silirəm. Keçirəm uşaqlar D-sına. 1 litr çıxılsın 120 kub santimetr. Burada bizdə verib litr. Kub santimetr. Milli kub desimetr. İndi nə etməliyik? Bunların hamısını eyniləşdirməliyik uşaqlar. Deməli, biz bilirik ki, uşaqlar 1 litr 1 kub desimetrdir. Yəni bu kub desimetrin də yerinə litr yaza bilərik. İndi yazıram. 120 kub santimetri gəlin çevirək litrə. Biz bilirik ki, 1 litrimiz nə qədərdir uşaqlar? 1000 kub santimetrdir. Aha. İndi 120 kub santimetrimiz nə qədər olar uşaqlar? 120 kub santimetr. 1 litr indi elə gəlin bunların hamısını çevirək kub santimetrə. Bu da elə 1 litrdir. Bu qalsın yerində. Yazıram uşaqlar. 1000 çıxılsın 120. Nə eləyəcək uşaqlar? Bu eləyəcək 880. Keçsin bu hissəsini uşaqlar. 200 milli. 200 millimiz uşaqlar. Bunu da gəlin çevirək. 1 millimiz 1 kub santimetrdirsə 200 milli elə olacaq 200 kub santimetrdir. 200 baxın. Bunu buradan silin, buradan yazın. Həcm vahidlərində bu tutum vahidləri araya girir deyə biraz qarışıqlıq olur. Deməli 200 milli elə bərabərdir 200 kub santimetrə. Hə, indi nə edirəm? 200-ün üstünə gəlirəm. Bu da litrdir. Üstə gəlirəm. 0,8 yanında çevirək. 0,8 litr bərabərdir 800. Minə vuranda eləyəcək 800 kub santimetr. Aha. Üstə gələk 800 bərabərdir 1000. Lazımsızları indi silirəm çevirmələri. Bizə təkcə misalımız qalsın əlimizdə. Bunu da silim.
Deməli uşaqlar nə aldıq? 880. Bu tərəfimiz oldu 880. Sağ tərəfimiz oldu 1000. İşarəmiz nə olacaq uşaqlar? Kiçikdir. 880 kub santimetr kiçikdir 1000 kub santimetrdən. Bu da belə. Bunu da silirəm. Keçirik Y-sinə. Tapşırıq 2-nin Y bəndinə. Y-də deyir ki, 0 kub metr. Gəlin əvvəlcə vahidlərə baxaq. Kub santimetr, kub santimetr, kub metr. Gəlin kub metri çevirək kub santimetrə yazıram. 0,27 kub metr. Kub metrdən kub santimetrə keçəndə 2 addım getdiyimiz üçün uşaqlar 10 üstü 6-ya vururuq. 10 üstü 6. Aha. Bu da eləyəcək nə? 270 min kub santimetr. Yazıram indi 270 min üstə gələk 12.000 bərabərdir. Nə eləyir üstünə gələndə? 282.000. Gəlin müqayisə eləyək. 282.000 böyükdür 240.000. İşarəmiz olacaq böyükdür. Yeni silirəm, getirəm F-ə. Aha. F-də deyir bizə kub santimetr, kub santimetr, kub millimetr. Gəlin birinci kub millimetri çevirək. 190.000. Kiçikdən böyük gedəndə bölürdük. Bunu kub santimetrə çevirəndə böləcəyik 10 üstü 3-ə. Yəni 1000-ə. Bu eləyəcək 190 kub santimetr. Bu belə. İndi yazıram. 200 çıxılsın. 1,5-də 4-ün yerinə uşaqlar yazıram. 1,10-da 8. Bu bərabərdir. Nə olacaq? 200-dən 1,8-i çıxıram. Bu eləyəcək 198,10-da 2. Birinci hissəmiz hazırdır. İndi gəlin müqayisə eləyək. 198,10-da 2 və 190 kub santimetr işarəmiz olacaq. Böyükdür. Heç sevmirəm də bu müqayisələri. Xırda insan həqiqətən yorur. Bəndi kub santimetr, kub metr, kub millimetr, kub metr. Konkret burada deyir ki, əziyyət seçdi. Hamısını çevir. Gəlin neyniyək burada? 800.000-i çevirək kub metrə. 800.000. Amma gəlin kub santimetrə çevirək ki, burada onluq kəsr qalmasın. Hesablamamızda rahat olsun. Bunu çevirirəm santimetrə. 800.000 millimetr kubu. Bunu çevirəndə uşaqlar böləcəm 1000-ə. Böldüm 1000-ə. Nə qaldı? 800. 800 kub santimetr. Bu belə. Sonra 0,1 kub metr. Əslində uşaqlar bunu çevirdiksə, baxın, sizə bir şey deyim. Elə təsəvvür eləyin ki, burada bunlar yoxdur. Çünki biz nə keçmişdik uşaqlar? Hər bir ədədin üstünə eyni ədədə gələndə bərabərlik. Baxın. Bir şey yazıram bura, diqqətli olun. 8 böyükdür 5-dən. 8-in də üstünə 2 gəlirəm, 5-in də üstünə 2 gəlirəm. Deməli, nə olacaq uşaqlar? 10 böyükdür 7-dən. Bu bərabərlik heç dəyişmədi. Yəni, mən bunun üstünə 2-in gəlsəm də, 2-in çıxsam da, bu ortadakı işarə heç vaxt dəyişməyəcək. Böyükdürsə böyük qalacaq, kiçikdirsə kiçik qalacaq. Yəni, mən bunun üstünə 0,1 gəlməsəm belə, bu müqayisəm düzgündür. Ona görə nə edirəm? Bunları görməzdən gəlirəm. Elə bilirəm ki, onlar heç yoxdur. Nəyə müqayisə edəcəm? 8100 kub santimetrlə 800 kub santimetri müqayisə edəcəm. İşarəmiz olacaq böyükdür. Sonra keçirəm H bəndinə. Axır ki, canımız qutarır bundan. H-a gəldim. Bunları da buradan silim. Deyir 1 litr üstə gələk kub santimetr. Aha. Uşaqlar 1 litr heç. 0,2 litr heç. 0,8 kub desimetrimiz elə litrdir. Buna yerinə bu hardan gəldi ay Allah. Bunun yerinə yazıram. Heç axtarsam onu tapa bilməzdim. Yazıram litr. Çox səliqəli yazdım litr. Yazıram indi 1 litr üstə gələk. Gəlin kub santimetrdə çevirək uşaqlar. 80 kub santimetr. Kub santimetrdən desimetrə gedəndə vururuq. Bunu bölürük 1000-ə.
10 üstü 3-ə də yəni. Bunu bölürəm minə, nə eləyəcək uşaqlar? 0,7 0,8 kub desimetr. Kub desimetr də nə deməkdir? Litr. Yəni 0,8 litr. Yazıram 1 litr üstəgələ 0,8 litr. Aha, alt hissəni silirəm. Bərabərdir nəyə? 1,8 litrə. Keçdim ikinci hissəyə. 0,2 litr üstəgələ 0,8 litr bərabərdir 1 litrə. İndi gəlin müqayisə edək. 1,8 yoxsa 1. Hansı böyükdür? 1,8. Bu da belə uşaqlar. Axır ki, nəhayət canımız qutardı. Tapşırıq 2-dən keçək. Görək tapşırıq 3-də bizi nələr gözləyir. İnşallah bu da ürəyimizi üzməz. Tapşırıq 3. Düz prizmaların səthinin sahəsini və həcmini tapın. Gəlin tapaq uşaqlar. Bunlar bizim üçün artıq heç nədir. Həcm tapmaq lap asandır bizim üçün. Başlayıram A bəndindən uşaqlar. Aha. Burada kubdu bilirik ki, A bəndi. Kubun səthinin sahəsi nədir uşaqlar? S bərabərdir 6A-nın kvadratı. A-mızı da verib 6. A da bərabərdir 6. Düsturda yazıram yerinə 6 vurulsun 6-nın kvadratı eləyəcək 216. Keçirəm həcminə V bərabərdir A-nın kubu bərabərdir 6-nın kubu bərabərdir 216. A bəndi bitdi. Keçirəm B-sına. B-da verib bizə deməli nə? Paralelipiped bunun həcminin tapılması. Gəlin bunun həcmini tapaq. Aha. B-sində nə yazırdım uşaqlar? Səthinin sahəsi və həcmi. Yazıram indi. S bərabərdir 2 vurulsun AB. Üstəgələk AC. Üstəgələk hansı qaldı? BC. Yazıram düsturda yerinə. S bərabərdir 2 vurulsun 8 dəfə 4 32. Sonra 4 dəfə 2,5 10. Birbaşa yazmaq istəyirəm. Üstəgələk 2,5 vurulsun 8 bu eləyəcək 20. Bu da bərabərdir. Bunu biraz kiçildim uşaqlar. Bu da nə olacaq? 32-nin üstünə 30 gələndə 62, 62-ni 2 vuranda 124. Bu oldu bizim sahəmiz. İndi keçdim həcminə. V bərabərdir. Həcm düsturumuz A, B, C. Yazıram yerinə. 4 vuraq 8 vuraq 2,5. Bu da eləyəcək 80. Bu belə. Bığımız qurtardı. Keçirik indi C bəndinə. C-da uşaqlar deməli bizə verib düzbucaqlı oturacağımız nədir? Düzbucaqlı, üçbucaqlı. İndi gəlin buna görə həcmi, səthinin sahəsini tapaq. Deməli, C bəndi. Gəlin başlayaq düzbucaqlı üçbucağımızdan. S bərabərdir. 1,2 vurulsun 1,6 bölünsün 2. Bu nə eləyəcək uşaqlar? 0,8 80 96 0,96. Uşaqlar bunun biri də baxın buradadır. Ona görə biz yaza bilərik ki 0,96 vurulsun 2. Bu da bərabər olacaq nəyə? 180 üstünə də 12 192 %92. Bunun sahəsi hazır. İndi keçək yan tərəflərin sahəsini tapmağa. Yazıram. 1,2 vurulsun 5. Baxın bu hissənin sahəsini tapıram. Bu bərabərdir 6-ya. Sonra bunu qaldırım yuxarıya. Hərflərlə ABC ilə də işarələməyiblər ki, bilək nəyin sahəsini tapırıq. Sonra gəlirəm uşaqlar, baxın bunun sahəsini tapıram. Bunun sahəsi nədir? 2 vurulsun 5. Bu da olacaq 10. Sonra qaldı bu oturacağımız. Bunun sahəsini tapıram. Bu da olacaq
5 vurulsun 1.6. 5 vurulsun 1.6. Bu da bərabərdir 8-ə. Bunu əslində uşaqlar düsturla da yaza bilərik. Necə? Yaza bilərik ki, deməli 1.6, 2 və 1.2. Deməli, yaza bilərik S bərabərdir 5 vurulsun. 5 vurulsun bu fiqurun perimetri. Baxın, bunun perimetri. Bunun perimetri belə bir hündürlükdür. Bunu ayaq üstə fikirləşin. Hündürlük vurulsun. Bu oturacağım. Baxın, bunun perimetri. Bunun burası bilirik ki, 2-yə bərabərdir. Ona görə yaza bilərik 5 vurulsun. Bu üçbucağın perimetri 1.2 üstə gələk 1.6 üstə gələk 2. Bu düsturla yaza bilərik. Bunu yadınızda saxlayın. Və dənə-dənə də hesablaya bilərik bu şəkildə. Yəni, eyni şeydir, fərqi yoxdur. Baxın, belə də hesablaya bilərik. Beləsinə daha rahatdır. Niyə bu üsuldan yazdım bilmədim heç özümdə. Gəlin hesablayaq görək nə eləyəcək bu? 14, 24. Deməli, düstur bəzən olur ki, yadınızdan çıxa bilər. Yəni, eyni şeydir. Bundan da hesablaya bilərik. Bu da bərabər oldu 24-ə. İndi gəlin toplayaq uşaqlar. Oturacaqlarımızın sahəsi 1,92-dir. 1,92-dir. Yan tərəfimizin sahəsi 24. 24 üstə gələk 1,92 bərabərdir 25,92. 25,92. Bu belə uşaqlar, bu oldu bizim sahəmiz. İndi gəlin keçək bunun həcminin tapılmasına. Həcm nədir? S oturacaq vurulsun hündürlüyü. Oturacağımızın sahəsini tapmışıq 0,96. İndi gəlin həcmini tapaq. V bərabərdir. V bərabərdir 0,96 vurulsun 5. Bu deyiləcək 450, 30, 480, 4,8 kub santimetr. Santimetr kvadrat. Bu da belə uşaqlar. Oldu bizim C bəndi. Tapşırıq üçün C bəndi. Balacalaşdırım görün. Keçirik indi D bəndinə. Gəlin indi D bəndini uşaqlar düsturla yazaq birbaşa. Əziyyət çəkməyək. Rahat olsun. Deməli, tapşırıq üçün D-sı. Oturacağın sahəsini əvvəlcə tapıram. S bərabərdir. 5 vurulsun 12 bölünsün 2. İxtisar gedir 6, 5, 30. Oturacağımız 2-dən olduğu üçün 2-yə vururam. Elədi 60. Bu hazır. Oturacağımızın sahəsi hazır. Keçirəm indi yan tərəflərin sahəsinə. S bərabərdir. Burada uşaqlar hündürlüyümüz. Baxın, hündürlük burada bu xəttdir. Bu xəttdir. Yazıram 20 vurulsun. Perimetrimiz nədir? 5 üstə gələk 13 üstə gələk 12. Bərabərdir. 5-in üstünə 13-ün üstünə 12, 25, 25-in üstünə 5, 30 bərabərdir 600-ə. Sonra keçirəm indi uşaqlar bunun həcmini tapmağa. V bərabərdir 20 vurulsun. Oturacağımızın sahəsi nə idi? 30. Sahəmiz bitmədi uşaqlar. 600-ün də üzərinə, çünki burada S tam bərabərdir 600-ün də üstünə. Axı mən bunları gəlməmişəm üstünə. Üstünə gəlirəm 60 bərabərdir 660. Sahəmizdə tapdıq uşaqlar. Sahəmiz hazırdır. Keçək həcmə. V bərabərdir 20 vurulsun 30. 20 eləyir, 25 yox 30 vurulsun 30. Perimetrimiz 30-dur məxrəcim. 5, 12, 13, 25, 30. 30 vurulsun. Hündürlüyümüz 20. Bu da eləyəcək 600. Həcmimiz də oldu uşaqlar 600. Tapşırıq 3-ü də bitirdik. Nəhayət keçək tapşırıq 4-ə. Tapşırıq 4. Deyir, verilən fiqurların həcmləri bərabərdir. Hər fiqurun tam səthinin sahəsini tapın. Yaxşı, 2 dənə variant verib, çox verməyib. A-da nə verib uşaqlar? Bunu yazmaq üçün nə etməliyik birinci? Bunu həzmini tapmalıyıq ki, sonra bunun həcmini tapa bilək. İndi yazıram uşaqlar. Bunun həzmini tapmaq üçün nə edirəm? 4, bura 5-dir.
Bura 6. Gəlin bunun həcmini tapaq. V bərabərdir. Oturacağın sahəsini eləyəcək. S bərabərdir. S oturacaq bərabərdir. 4 vurulsun 3 bölünsün 2. Bu elə də 6. 6 vurulsun S oturacaq vurulsun. Hündürlüyümüzdə uşaqlar 6'dır. Aha. Bu da bərabər oldu 36'ya. Keçirəm indi bu fiqura. Bunun fiqurun həcmi də 36'dır. Yazıram. V bərabərdir. Düsturumuz ABC-dir. 6 vurulsun 3 vurulsun. Bura x yazıram bir dənə. Çünki naməlumdur. Bərabərdir 36'ya. X də bərabərdir 2'yə. Deməli hündürlüyümüz burada neymiş? 2 imiş. Keçirəm indi C bəndin uşaqlar. Ay, tam səsin sahəsində istəyirik hələ. Mən də deyirəm bu 5'i bizə nəcəb veriblər. Sevindim ki, ayını bitirdik. İndi gəlin bundan tam səthinin həcmini tapaq. Bu oldu 2. Bu oldu 2. İndi yazıram. S tam bərabərdir. Hələ birinci üçün yazıram uşaqlar. S tam bərabərdir. Aha. 6 vurulsun. Perimetrimiz nədir burada? 4, 3, 5. Ne eləyəcək? Burada 5'dir. Bunu da yazaq. 7'nin üstünə 5 gələndə 12. 6 vurulsun 12. Bu da bərabərdir. Bu da bərabərdir. Ne eləyir? 60, 12, 72. Bu belə. İndi gəlin bunların bu balaca düzbucaqların da sahəsini tapaq. S düzbucaqlı bərabərdir. 4 vuraq 3 bölək 2 elədi 6. Bundan 2'dən olduğu üçün 2'yə vururuq uşaqlar. Elədi 12. 2'dən olduğunu da deyim də bir də çünki buradadır. Yazıram 72 üstə gələk 12 bərabərdir 84. Deməli uşaqlar bu da oldu bizim tam səthimizin sahəsi. İndi keçək paralelipedin tam səthin sahəsini, bunun sahəsini tapmağa. Yazıram. A'mız bərabərdir 6, B'miz bərabərdir 3, C'miz bərabərdir 2. S tam bərabərdir. 2 vurulsun. AB, AC, BC'dir düsturumuz. Bayaq yazmışdım. Təkrar yazmaq istəmirəm. Yazıram 18 üstə gələk 6 üstə gələk 12. Bu da elədi 72. Sonra keçək uşaqlar bu bəndinə. Bundan nəhayət bitirdik. Bu da bizə nə deyir? Bunun həcmini gəlin tapaq. V bərabərdir 16 vuraq 6 vuraq 5. 16'nı 5'ə vuranda 80, 86'ya vuranda 240. Yox, 240 eləmir, 480. 480. Hə. İndi gəlin bunun səthin sahəsində tapaq birbaşa. İşimiz asan olsun. S tam bərabərdir 2 vurulsun. 16'nı 6'ya vuranda 60, 36, 96, üstə gələk 30, üstə gələk 80. Bu da bərabərdir nəyə uşaqlar? Bunu biraz yığcamlaşdırım. Bu da bərabər olacaq. 96'nın üstünə, 30'un üstünə 96 gələndə eləyəcək deməli 126. 126'nın da üstünə 80 gələndə 206. 206'nı da 2'yə vuranda 412. Bu da oldu səthinin sahəsi. Keçək indi bura. Bunun həcmini tapmaq istəyirəm uşaqlar. Nə edərəm? Deməli, ikinci fiqur üçün. V bərabərdir. S oturacaq. Vurulsun H-dır düsturumuz. S oturacaq. Vurulsun H-dır. Bizə hündürlüyümüz lazımdır. S oturacağın sayəsini tapıram. S oturacaq bərabərdir. 1.5 vuraq 2 bölək 2. Bölünsün 2 bərabərdir 1.5'ə. Düsturumuz indi yazım uşaqlar. V bərabərdir 1.5 vurulsun H bərabərdir. Baxın həcmimiz budur. 480. Bunları qoyun rəngləyəm bir. Ağ qara xoş görünsün. S oturacağın da tamın da sahəsi 412'dir. Bu fiqur üçündür. Yadınızda qalsın. Baxın bu ikisi. Birinci fiqur üçündür.
Bu isə ikinci fiqur üçündür. Hə. İndi 1.5 vurulsun h. Burada deməli bərabərdir. Həcmləri deyir bərabərdir. Hə. 480. Yəni h-ı tapaq. H da bərabər olacaq nəyə uşaqlar? 480 bölünsün 1.5. Bu 1.5-in yerinə yazıram uşaqlar. 2-də 3. 2-də 3 də 1.5 deməkdir. Böləndə də bilirik ki, birinci olduğu kimi qalır, ikincinin tərsinə çeviririk. İxtisar gedir 160, 160 2-yə vuranda 320. Bu qədər böyük hündürlük biraz mənə qəribə gəldi. Görən səhvəyə yol verməmişəm, hər hansı bir səhvə. Bunu da yazaq buradan. Hə. Bir də baxım uşaqlar, birdən hesabda nə isə səhv yazaram. Deməli, oturacağımızın sahəsi 1.5 vurulsun 2 bölü 2 oldu 1.5. Aha. Hündürlüyü tapmaq istəyirik. 1.5-i vururam h-a. Həcmi də bunun 16. Yox, düz yazmışam daha. 5, 6, 30. 30'u da 16, 480. Ha. 320. Bu oldu 320. Şimdi gəlin bunun S tamını tapaq. S tam bərabərdir. 320 vurulsun. Bunun perimetri. Bunu da perimetri eləyəcək. 1.5 üstəgələk 2.5 üstəgələk 2. Bu da bərabərdir uşaqlar. 320 vurulsun. 3, 4, 4, 2, 6. 0, 12, 1 yadda. 1920. 1920 bu hələ tam sətin sahəsi deyil. Çünki bu yuxarıdan aşağının sahəsinin üstünə gəlməmişəm. Yenə altdan yazıram uşaqlar. S oturacaq bərabərdir. 1.5. Bunun sahəsini bayaq tapmışdıq da. Eləmişdi 1.5 bərabər 1.5. Bunun bir də altda olduğu üçün 2-yə vururam. Bu da elədi 3. 1920 üstəgələk 3 bərabərdir 1923 kvadrat metr. Bu da oldu tapşırıq 4-ümüz uşaqlar. Bu ikincinin deməli, yəni bunları bölüm ayrım hissələrə. Bu ikincinin hündürlüyü burada tapmışıq. Aha. Bizdən hündürlüyünü istəyir. O da budur. Sonra uşaqlar bu hissədə, ikinci hissədə ümumi sahəsini tapmışıq. Üçüncü hissədə də bu da sahəsidir. Sahə. Yuxarıda hündürlük istəyib bizdən sual işarəsi qoyduğu buna. Burada bunu tapmışıq 320. Aşağıda da sahəni tapmışıq. Bunu da silim. Aha. Keçək tapşırıq 5-ə. 5-də bizə deyir ki, şəkildə kuboid formasında olan bir sabunun ölçüləri verilmişdir. Satış üçün sabunları hər birinə 4 ədəd olmaqla paketlərə yığdılar. Hər paketin həcmi deyir nə qədərdir? Hər paketi bölmək üçün ən azı neçə kvadrat santimetr kağız istifadə olunar. Hər birində 4 ədəd olmaqla deyir paketlərə yığdılar. Gəlin birinin həcmini tapaq, vuraq 4-ə. Həcm tapmaq işimiz rahatdır. Tapşırıq 5. Yazıram uşaqlar. V bərabərdir A, B, C. Düsturda yazıram yerinə 3 vurulsun, 5 vurulsun, 10. Bu da eləyəcək 150. Birinin həcmi 150 kub santimetrdir. İndi uşaqlar bunun həcmi 150 kub santimetrdirsə, bizdə də bundan var. Bir paketin içində 4 dənə. 150-ni vuraram 4-ə. Bu da eləyəcək nə? 600. 600 kub santimetr. Deməli, bir paketin həcmi olacaq 600 kub santimetr. İndi bizə deyir, hər paketi bükmək üçün ən azı neçə kvadrat santimetr kağız lazımdır. Mən gətirirəm, bu sabunları qoyuram üst-üstə. Baxın, burada bizə bunu verib. İndi nə edərəm? Bunun hündürlüyü bir dənəsi 3-dür. 4 dənəsinin hündürlüyü nə olacaq uşaqlar? 12. 4 dənə sabunu elə üst-üstə qoymuşam.
Bura oldu 12. Aha. Bura 10'dur. Burada 5'dir. İndi gəlin bunun ıı, səthinin sahəsini tapaq. S tam bərabərdir uşaqlar. Nəyə? 2 vurulsun. AB BC AC düsturuna əsasən yazıram. 12-nin ona 120. Üstə gələk 50. Üstə gələk 12-ni 5-ə 60. Düsturu bir də yazım. Gözünüzün qabağında olsun. AB üstə gələk AC. Sonra deyəsən müəllim bunu hardan aldın? BC. Bu düstura əsasən A'mız 12, B'miz 10, C'miz də 5. Yazıram yerinə, hesablayıram. Bərabərdir. Bunları da toplayanda 180, 230, 230 da 2'ye vuranda 460 kvadrat santimetr. Deməli uşaqlar, bizim bu sabunun həcmi oldu 600 paketimizin. Deməli səthinin də sahəsi 460. Bu da belə 5'i silirəm, keçirəm tapşırıq 6'ya. 6'da bizə nə deyirdi? New York şəhərində yerləşən. Aha. Bakını yaratdıq, keçdik New York'a. Flatiron adlı bina oturacağı düzbucaqlı, üçbucaq olan yaxşı Bakıdakı binaları verməyiblər. Bunların həcminin sahəsini tapmaq bizim üçün çox çətin olardı. Həqiqətən çox maraqlı formaları var. Aha, Flatiron adlı bina oturacağı düzbucaqlı, üçbucaq olan düz prizma formasındadır. Binanın yan üzlərində qoyulan pəncərələrin ümumi sahəsi 3000 kvadrat metrə bərabərdir. Yan üzlərin qalan hissəsi isə çöl boyası ilə rənglənmişdir. Rənglənən sahə nə qədərdir? Gəlin bir də oxuyaq uşaqlar. Bina oturacağı düz prizma formasında binanın yan üzlərinə qoyulan. Gəlin binanın tam səthinin sahəsini tapaq uşaqlar. Deməli, bura 24, 10, buranı da verib 26. S tam bərabərdir. Hələ yan hissə S yan bərabərdir. Bura tam yazıram bayaqdan. S yan bərabərdir. 86 vurulsun uşaqlar. Bunun perimetri. Bunun perimetri nə edəcək? 24, 26, 50, 60. Bu da bərabərdir. 86 vurulsun 60. Bu deyəcək nə? 36, 3 yadda, 48, 51, 5160. Yan səthimizin sahəsi 5160'dır. Sonra deyir ki, binanın yan üzərinə qoyulan pəncərələrin ümumi sahəsi 3000'dir. Aha, uşaqlar, bunun yan səthin sahəsi 5160'dırsa, bu 5160'ın 3000'ini neyiniyiblər? Pəncərə qoyublar. Bizdən rənglənəni istəyir. Rənglənəni istəmək üçün nə edirəm? 5160'dan 3000'i çıxıram, qalır 2160. Bu da oldu tapşırıq 6'mız. Rahat imiş, belə görüntüsündən rahat oxşamırdı, amma rahat imiş. Keçirəm tapşırıq 7'yə. Alüminiumdan deyir düzəlmiş detal, kub və kuboiddən təşkil olunmuş fiqur formasındadır. Onun deyir ölçüləri şəkildəki kimi və alüminium 1 kub santimetrin kütləsi 2,7 qram olarsa, detalın kütləsi neçə qram olar? Gəlin baxaq uşaqlar. Bizdən bunun həcmini tapmaq istəyir birinci növbədə ki, onun kütləsini qrama çevirə bilək. Gəlin bunun həcmini tapaq. Nə edirəm uşaqlar? Bunu hündürlüyünü verib 7 burasını. Kub və kuboid. Hə, bu kubdur. Bunun həcmini tapmaq rahatdır. V bərabərdir 3'ün kubu. Bu deyəcək 27. Balacanı tapdım 27. Baxın, bu oldu 27. Bu hazır. Keçirəm indi böyüyə. V bərabərdir A, B, C-dir olmasına, amma bunun üçüncü ölçüsünü bizə, hə, üçüncü ölçüsü də bu hissəsidir. Baxın, bu yanda qalanda, axı belədir bu. Burası da 3'dür, çünki bu 3 buradan gəlir. Deməli, V olacaq 7 vurulsun. Düsturumuz nədir? ABC 7 vurulsun 8 vurulsun 3. Bu deyir nə isə 7 və 8 56, 56'nı da 3'ə vuranda 168. İndi toplayacağım uşaqlar. 168'in üstünə gəldim 27. Deməli 5, 180, 15, 195 elədi. Kub santimetr. Aha. Bura qədər hər şey aydındır.
Keçirik indi bu vədən sonraki hissəyə. Burada bizə nə deyir uşaqlar? Deyir ki, 1 kub santimetrin kütləsi 2,7-dirsə, 195 kub santimetrin kütləsi nə qədər olar? Neyniyərəm uşaqlar? 195-i vuraram 2,7-yə. Bu da bərabərdir. Gözləyim, bunu kalkulyatorda hesablayayım. Bir də əziyyət çəkməyək. Aha, elədi uşaqlar 526,5. Bu da oldu. Tapşırıq 7-nin cavabı. Mən kalkulyatordan istifadə elədim. Siz eləməyin uşaqlar. Ben yaptım, siz yapmayın. Keçək tapşırıq 7-yə. Tapşırıq 7. Görək burada nə deyir uşaqlar? 7 yox 8 deyil artıq. Tapşırıq 8. Deyir ki, ölçüləri şəkildəki kimi olan kuboid formalı qabı, qapalı qabda 1,2 litr su var. Qabdakı suyun səviyyəsi hansı hündürlükdədir? Uşaqlar, 1,2 litr. Baxın, birinci çevirmə aparmaq istəyirəm. 1,2 litr bərabərdir 1,2 kub desimetrə. Kub desimetrdən santimetrə keçmək üçün bunu vurmalıyam onun kubuna, yəni 1000-ə. Bunu da 1000-ə vuranda eləyəcək 1200 kub santimetr. Aha. Bu hazırdır. İndi uşaqlar bizə baxın. Bu suyun həcmi 1200-dür. İndi gəlin tapıram. V bərabərdir 12 vurulsun 5. Suyun hündürlüyünü bilirik, bilmirik. Onun yerinə h yazıram. Bərabərdir 1200. H bərabərdir 1200 bölünsün 60. Bu da eləyəcək 0,7 126 20. Bu da elədir 20. Deməli suyumuzun hündürlüyü 20-dir. Bunu tapdıq. Sonra deyək, qabı şəkildəki kimi kiçik yan üzü üstə qoyduq. Daha su hansı hündürlükdə olar? İndi uşaqlar, bunun burası 30'lu şəkildə verib bizə. Bu hissəsi 5'dir. Aha. Bu hissəsi tapmağımızı istəyir. İndi h burası oldu. İndi nə edirəm uşaqlar? Burasını tapmaq üçün yenə eyni qaydadan istifadə edirəm. Suyun həcmi dəyişir. Qabı ya sağa yıxdıq, ya böyrə yıxdıq, dəyişmir. Deməli, yenə V bərabərdir 1200-ə əsasən yazıram ki, V bərabərdir. Gözləyim, buranı yazım, bu qalıcı olsun, silinməsin. Bura 30'dur. Burası 5'dir. 30 vurulsun, 5 vurulsun, bu H1 olsun uşaqlar. H2 bərabərdir 1200-ə. H2 də bərabərdir uşaqlar. 1200 bölünsün. Bunları ixtisar aparsaq, qalacaq nə? 40 bərabərdir 8. 1200 bölünsün 150, bu da elədir 8. Deməli, suyu qabı düz qoyanda onun hündürlüyü olacaq. İçindəki suyun hündürlüyü olacaq 20. Qabı yan üstə yıxanda hündürlüyü olacaq 8. 83-dəki və 84-dəki tapşırıqları uşaqlar yazdıq, bitirdik. Ümid edirəm sizin üçün faydalı oldu. Mövzular sizin üçün aydın oldu. Sağ olun uşaqlar, salamat qalın. Növbəti dərslərdə görüşənə qədər kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Hələlik uşaqlar.